Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. 17 iyun 2026-cı il sertifikasiya imtahanının kurikulum suallarının izahını sizlərlə bölüşəcəm. Gəlin ilk öncə suallarımıza baxaq. Dərs zamanı şagird davamlı olaraq səs salır, müəllimin sözünü kəsir və müxtəlif hərəkətlərlə bütün diqqəti özünə çəkməyə çalışır. Sinifin idarə olunması və effektiv öyrənmə mühitinin təşkili baxımından müəllimin hansı addımı atması daha məqsədə uyğundur? Burada düzgün cavab C variantıdır. Nəyə görə C variantıdır, əziz müəllimlər? Demək, yenilənmiş çərçivəyə və sinifin effektiv idarə edilməsi prinsiplərinə görə intizamsızlıq edən şagirdi sinifdən qovmaq və ya hamının qarşısında cəzalandırmaq olmaz. Ən doğru yanaşma dərsdən sonra şagirdlə empati quraraq fərdi söhbət aparmaq və problemin kökünü tapmaqdır. Onun üçün düzgün cavabımız C variantı olacaq. İndi baxaq digər sualımıza. Demək, burada nə deyir bizə? Burada deyir ki, şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözlərin mətndə hansı mənada işləndiyini öz sözləri ilə şərh edirlər. Bu fəaliyyət idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Təbii ki, anlamaq mərhələsi, əziz müəllimlər. Demək, nəyə görə? Yenilənmiş taksonomiya qaydalarına görə əgər şagird öyrəndiyi bir məlumatı və ya sözü əzbər yox, öz sözləri ilə ifadə və şərh edə bilirsə, bu onun materialı başa düşdüyünü, yəni anlamaq mərhələsində olduğunu göstərir. Onun üçün düzgün cavabımız nə olur? B variantı. Daha sonra keçid alaq növbəti sualımıza. Şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin demək, mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözləri fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədirlər. Bu fəaliyyət idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Tətbiq etmək mərhələsi. Öyrənilmiş qaydanın, düsturun və ya sözün yeni və fərqli situasiyalarda istifadə edilməsi, reallaşdırılması və birbaşa tətbiq etmək mərhələsinə aiddir. O zaman düzgün cavabımız Y variantı olacaq. Sonra keçid alaq növbəti sualımıza. Azərbaycan dili dərsində şagirdlər mətni oxuyarkən oradakı təşbih və metaforların işlənmə məqamlarını təhlil edirlər. Bu fəaliyyətdə inteqrasiyanın hansı növü formalaşır, reallaşır? Demək, yalnız fənlər arası inteqrasiya. Nəyə görə fənlər arası inteqrasiyadır, əziz müəllimlər? Yenilənmiş çərçivə sənədinə əsasən Azərbaycan dili və ədəbiyyat iki müstəqil fənn olaraq qəbul edilir. Şagird Azərbaycan dili dərsində fəaliyyət göstərərkən sırf ədəbiyyat fənninin olan təşbih və metaforları təhlil etdiyi üçün iki fərqli fənn arasında əlaqə qurur və bu yalnız fənlər arası inteqrasiya növünə aiddir. Düzgün cavabımız B variantıdır. Keçid aldıq növbəti sualımıza. Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur, mətndə köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır və eyni zamanda mətndə işlənmiş təşbih və metaforları təhlil edirlər. Bu prosesdə kurikulumun hansı inteqrasiya növü reallaşır? Demək, burada iki fərqli inteqrasiya eyni vaxtda baş verir. Hansıdır onlar? Birinci, köməkçi nitq hissəsinin qruplaşdırılması, yəni Azərbaycan dili fənninin öz daxili mövzusudur, yəni fən daxili gedir. Birinci inteqrasiyamız fən daxili oldu. İkinci isə təşbih və metaforların təhlili isə digər bir fənn, yəni ədəbiyyatın mövzusudur. Burada fənlər arası inteqrasiya getdi. Onun üçün cavabımız fən daxili və fənlər arası inteqrasiyadır. Bu variantı yazanlar düzgün yazıblar. Keçid aldıq növbəti sualımıza. Deyir, müəllim şagirdlərə Xurşud Bani Natəvan əsərindən bir epizod təqdim edir. Natəvanın xalqın rifahı naminə mülkündən və şəxsi xoşbəxtliyindən imtina etməsi müəllim şagirdlərdən tələb edir ki, bu addımı mənəvi baxımdan böyük fədakarlıq yoxsa rasional baxımdan strateji bir gediş olduğunu müəyyənləşdirmək üçün obrazın dialoqlarındakı tarixi faktlar ilə müəllifin subyektiv mühakimələri bir-birindən ayırsınlar. Bu qərarın arxasında duran daxili ziddiyyətləri üzə çıxarsınlar. Müəllimin reallaşdırdığı tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Təbii ki, təhlil etmək mərhələsi, əziz müəllimlər. Bütöv bir mətni komponentlərinə ayırmaq, faktı subyektiv fikirdən ayırmaq və daxili strukturdakı ziddiyyətləri aşkar etmək, tam olaraq təhlil etmək, yəni analiz etmək mərhələsinə aiddir. Düzgün cavabımız B variantı olacaq. Keçid aldıq növbəti sualımıza. Müəllim Xurşud Bani Natəvan
Azərbaycan dramındakı Natəvan və Şahnəz xanım obrazlarının cəmiyyətə, idarə etməyə və islahatlara baxış sistemini lövhədə qarşı-qarşıya qoyur. Şagirdlərə tapşırılır ki, hər iki obrazın fəaliyyət proqramını humanizm, iqtisadi və səmərəlilik və xalqın maraqları meyarlarına əsasən qrup qarşılaşdıraraq dövrün tərəqqisi baxımının hansı modelin daha üstün və doğru olduğunu müdafiə etsinlər. Bu tapşırıq deyil idrak taksonomiyasının hansı mərhələsinin formalaşmasına yönəlmişdir. Təbii ki, C variant, yəni dəyərləndirmək mərhələsi. Şagirddən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə aparmaq, mövqe seçmək və ən azı seçdiyi tərəfin modeli arqumentlərlə ifadə etmək üçün tələb olunduğu üçün bu fəaliyyət dəyərləndirmək mərhələsidir, əziz müəllimlər. Dəyərləndirmək mərhələsi yazan müəllimlərim düzgün yazıblar. Keçid aldıq növbəti sualımıza. Demək, aşağıdakı hansı deyil, diaqnostik qiymətləndirməyə aid deyil. Təbii ki, bu çox sadə bir sualdır. Bu mövzuat minlərlə test işləmişik qruplarımızla. Baxaq indi. Burada düzgün cavab C variantıdır. Yəni səhv olan cavab da, aid olmayan cavab C variantıdır. Diaqnostik qiymətləndirmə ilin, yarım ilin və ya bölmənin əvvəlində ilkin səviyyəni ölçmək üçün aparılır. Nə demişdik dərslərimizdə? Yəni şagirdin fəaliyyətini proses boyu mütəmadi izləmək və onu qiymətləndirmək isə formativ qiymətləndirməni müəyyən edir, əziz müəllimlər. Ona görə burada bizdən soruşulan cavab C variantıdır. Daha sonra keçid aldıq növbəti sualımıza. Demək, deyir ki, müəllim dərsin reallaşdırılması mərhələsində şagirdlərə öyrənilən mövzu ilə bağlı müstəqil iş tapşırığı verir. Tapşırığın icrası zamanı müşahidə aparan müəllim müəyyən edir ki, sinifin çox az hissəsi tapşırığı doğru yerinə yetirib. Əksər şagirdlər isə eyni tipli ciddi səhvlərə yol veriblər. Səmərəli dərs planlaşdırılması prinsiplərinə əsasən müəllimin növbəti addımı necə olmalıdır? Təbii ki, burada düzgün cavab D variantı olacaq. Nəyə görə D variantı olur? Əgər sinifin böyük hissəsi eyni səhvi edirsə, deməli mövzu tam mənimsənilməyib. Müəllim plandan geri qalmamaq üçün irəli gedə bilməz. O dərhal planlaşdırmada çeviklik nümayiş etdirməli və strategiyanı dəyişərək çətinliyi fərqli üsulla izah etməli və şagirdlərə dəstək verməlidir. Onun üçün burada bizdən tələb olunan düzgün cavab D variantı. Müəllimlər, demək bu da bizim sertifikasiya imtahanımızda olan kurikulum suallarının izahı. Elə bir çətin qeyri-adi suallar yox idi. Dərslərimizdə işlədiyimiz suallardan idi. Demək, kanalımıza abunə olun və videomuzu bəyənin ki, bir çox müəllimin qarşısına çıxsın və faydalana bilsin. Sağ olun, salamat qalın.